الشيطان الرجيم بسم الله الرحمن الرحيم رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي الحمد لله الذي أرسل إلينا رسولا منا يتلو علينا آياته ويزكينا ويعلمنا الكتاب والحكمة ويعلمنا ما لم نعلم والصلاة والسلام على رسول الله الأعظم وعلى أهل بيته الطيبين الطاهرين على أمير المؤمنين علي بن أبي طالب وولده الكريم المنتقم معز المؤمنين ومضل الكافرين الإمام المهدي المختار المنتظر واللعنة الدائمة على أعدائهم أجمعين. Dünya məhəbbətinin mövzuya keçməzdən əvvəl bir dənə bu şeyi nəzərə çatdırmaq lazımdır. Biz istəyirsə ibadətimiz fərq eləsin. İstəyirsə əgər namaza olan, ibadətə olan ümumiyyətlə bəsilətimiz də artsın. Lazımdır baxaraq ibadətin özündən əvvəl bütün dünyaya, bütün məxluqata, bu məxluqat nəyin dövrəsinə fırlanır. Diqqət eləsək, hədəf vəsilədən daha əfsəl olur həmişə, düzdür, yox. Hədəf bir şeydir, o hədəfə aparan vasitə hədəfin özündən bir addım dalar. Yəni, çatmalısan, məsələn, filan bir dənə məntəqəyə, ora sən maşınla çatacaqsan. Hədəfin özü mühümdür, yoxsa maşını? Fərz elə ki, məsələn, hədəf mühümdür. İndi bu maddi məsələlərdə insan nə fikir edər, deyir, o şəhərə gedməyim, mənim maşın Range Rover mənim üçün bahalıdır, yaxşıdır. Həqiqət aləmində isə hədəf həmişə nədir? Daha üstündür vəsilədən. Məsələn, namaz qılmaq üçün müqəddimə özü vacibdir namaza görə. Məsələn, dəstəmazı öz-özlüyündə dəstəmaz müstəhəbdir. Namaz qılacaqsan deyə vacib olur o müqəddimə. Diqqət edin, yəni namaz vacibdir axı. Gələk müqəddimə də ola ki, namaz olur. Namazın özü də tamamı qılınsın deyə birinci vacib olan niyyətdir. Demişdir həmişə, diqqət edirsən. Yəni, niyyət yoxsa o bütün vacib namaz özü batıl olur. Niyyət düzdürürsə. Və indi namazın özü də müqəddimədir insanı başqa bir dənə hədəfə çatdırmaq üçün. O hədəfin özü namazdan da üstündür. Namaz özü vasitədir. Diqqət edin, namaz özü vasitədir. Mərhələ-mərhələ bütün dünyada yer üzündə olan belə deyək, istəyir insanın əməllərindən olsun, istəyir məxluqat aləmində. Məxluqat aləmində də belə bir şey var. Əfzəl mövcudlar, digər nazil mövcudlar, aşağı mövcudlar, hamısı əfzəl mövcudun xadimidir, xidmətçisidir. Əmələ də gələndə, hər bir əməl hansısa müqəddimədir başqa bir dənə əmələ. O əməllər, bütün bu əməllər nəyin müqəddiməsidir? Nəyə görə biz yaşayırıq? Elə gün ərzində yataq eləyək, namazı, məsələn, namazı da qılaq, hər şeyi, günümüzü başa bıraq ki, hədəf yatmaqdır. Baxsa yox, beyni beynəllah, hədəf yatmaq da ölmüş gün ərzində. Təzədən gün çıxır, təzədən qurursan ayağını, yenə günübü yaşayırsan. Bu, hansı hədəfə görədir bu? Bütün bu günlər bir-birinin dalınca gedir, bu, hansı hədəfə görə biz bu? İstəyir həyatımızı yaşayırıq, istəyir o həyatda ibadətlər edirik. Hamısı bunlar vasitədə bir dənə daha əfzəl bir şey. Çünki o da hədəf Allah Taalaya bəndəlikdir. Və bu bəndəliyə, belə deyək, indi ləyaqət tapmaqdan ötəri, bu bəndəlikdə müvəffəq olmaqdan ötəri vacib və müstəhəb işləri görünür. Bu vəsilələr ki, var, Allahın istəyirik biz bu hədəfə çataq bu vasitələrlə, bu vasitələrə xələl yetirəcək amillər gərək göz ardı edilmir. Məsələn, namaza, ibadətə, insanın həyatı özü vasitədir ki, bu həyatda yaşayıb, bəndəlik ilə, hədəf nə idi? Bəndəlik eləyə Allaha. Bu bəndəlikdə, bu vasitələrin özünə xələl yetirən amillər gərək insan göz ardı eləmir. O amillər nədir? Günahlar. Və məxsusən də artıq neçə müddətdir danışılır dünya mühəbbəti məsələsində.
tərifi deyildi, dünya məhəbbəti nədir, istaqları danışıldı, neçə cümədir. Gəldik bu yerə yetişmişdik ki, yadınızdadırsa keçən cümə, dünya məhəbbəti alimin qəlbində. Və alim də deyəndə bizim məqsədimiz qeyri-ilahi elmlərdə olan o profesor, doktorlar deyil. Diqqət elədim. O alim ki, ilahiyyat iddiasındadır, ruhaniyyət iddiasındadır. Ələl-xüsus bu insanların qəlbindəki nədir? Həmin dünya məhəbbəti bəhs olundu keçən dəfə. Xütbənin axırlarında və bugün də biraz onu müqəddimə edirik, həmin məsələləri davam edirik. İmam Baqir əleyhissalam buyurur hədisində, hər kim elm öyrənər, hər bir müsəlman, xüsusən yenə deyirinədə, nə? Ruhani. Çünki bəhsimiz dünya məhəbbətində bura yetişdi, biz də bu ruhaniyyət bəhsinə deyərsən ki, biz burada ruhani deyirik ki, bu bunu bizə danışaq. Yaxşı da olar, hamımız bu şeyləri eşidək. Eşidək, yaxşıdır. Xüsusən ruhani üçündür. Ümumiyyətlə, hər bir insana daha şanlıdır bu. İmam Baqir əleyhissalam buyurur, hər kəs elm öyrənər. Ona görə öyrənər ki, digər alimlərin qabağında fəxr edir. Digər alimlərə özünü göstərər. Bayaqdan nə danışdıq? Bu vasitələrdir, hamısı bir dənə hədəfə. Hər bir dənə iş başqa bir dənə iş üçün müqəddimədir. İndi elmin öyrənilməsi, insanın elm və mənəviyyat, ibadət, hamısı bir yerdə. İnsan bunları nə edir? Xüsusən elm öyrənmək ki, hədisdə deyilir. Niyə eləyir? Niyyət əgər düz olmasa, deməli, müqəddimə ki, düzdür, əməl özü fasil olacaq. Elm özü, biz ki, mərifət toplayırıq, elm öyrənirik. Bunlar ya biz üçün çox böyük bir dənə belə, geniş bir dənə yol açacaq Allah talaya çatmağa, ya da ki, üçüncü yolu yoxdur. Ya da ki, məhv eləyəcək bizi, o hədisdə gəlir, hicab-ul əkbar. Ən böyük nə? Hicab Allah Taala ilə öz qabağımızda. Diqqət edirsiniz. Hər kəs niyyətdən danışır Həzrəti İmam Baqir əleyhissalam. Yəni, müqəddimədən, insanlar istəyirsə, məsələn, müəyyən elm və mərifəti gələnə birinci neynəməlidir? Bir dənə məşhur hədis var. Bayram günləridir bu. Deyək, biraz. Çünki bu hədisi deyəndə bəzilərinin təbəssüm gəlir. O, Harun Rəşiddə Bəhlul deyir ki, yeməyin qaydası nədir? Yeməyin qaydasını deyir ki, duzla başlanır. Deyir, yox, o deyil. Deyir, bismillah demək. Deyir, yox. Deyir, bənə deyir, haram ki, yeməməlisən, gərək halal deyəsin. İndi söhbətdə də elm öyrənməyin birinci qaydası, mərifətə yiyələnməyin. Birinci qaydası nədir? Niyyət. Necə ki, namazdakı niyyət. Deyir, bir insan elm öyrənir ki, o biri alimlərə özünü göstərir, fəxr edir. Və ya səfih insanlarla bəhs edir. Yəni, əhli deyil həmin şeyin filan kəs. Sən o elmi zahir eləməkdən ötürü gəlirsən, ən səfih adamları tapırsan məsələn, ağız-ağıza verirsən onlarla. Bəziləri görürsən, məsələn, biraz kitab oxuyuruq, məsələn, firqələr məsələsində, məzhəblər haqqında müəyyən mütaliəyə yetişirik. Elə bilirik ki, hər vəhabi ilə ağız-ağıza vermək olar. Elə bir şey yox. Ya hər bir ateistə lazımdır ki, Facebookda bir dənə cavab yazasan. Müəyyən yerlərdə ehtiyac yoxdur o şeyləri deyəsən. Reklam özü yaxşı şeydir öyle. Sən onlarla bəhs edirsənsə, bu onların gündəmə gəlməsinin bir səbəbidir. Diqqət edirsən. İnsan yəni hər yerdə ki bildi, o deməkdir, hər yerdə deməlidir. Və deyək ki də filan kəs bir şeyin əhlidir, sən ona başqa şey öyrədirsən. Nə var, sən onu bilirsən. Bu da düzdür. Yəni, elm öyrəndi insan. Elm öyrənir ki, illa bu elmi mən hər yerdə tətbiq edeyim məsələsi yoxdur. Elmi öyrənirsən, gerək əhlinə öyrədə bilərsən. Yəni, bu niyyət gələn sonuçta olsa dərklər. Yoxsa Həzrəti İmam Sadiq Əleyhisselamın yanına biri gələndə ilə İmam Sadiq Əleyhisselam bir sual verəndə, İmam Sadiq Əleyhisselama kimsə bir sual verəndə İmam Sadiq Əleyhisselam o həqiqi cavab nədirsə onu demirdi ki, hər insana. Məsələn, deyiblər, biri gəldi bir dənə insan edirdi ki, İmam Sadiq Əleyhisselama dedi, Allah Taala dağı deyib yumurtanı sizə sala bilər.
bacarar o şey. İndi onun öz həqiqi bir dənə cavab var. İmam o cavabı demədi, onun səviyyəsi nədir o cavabı. Baxırsan, gözünlə baxırsan dağa, dağ sənin gözündə şəkli var da. Yəni, bu da baxır ki, doğrudan da eləymiş. Məsələn, çıxır. Bu həqiqi cavabı da bu deyil ya. Bir dənə bir elmi cavabın, bir dənə bir sualın 5 dənə, 10 dənə cavab növü varsa, imam hər birini, hər bir insana və Peyğəmbər də olacaq. İnsanın həddi nə idi, o həddə deyirdi. Yəni, hər bir insandan öz səviyyəsində danışmırdı ki, Peyğəmbərin hədisidir. Buyurur, biz Peyğəmbərlər deməli, bizə deyir, tapşırılıb, bizə vacib edilib ki, insanlarla onların əqli səviyyəsində davranaq. Diqqət elədim. Çünki niyə elə deyil? Allah çünki özü elədir. Allah Taala özü o cürdür. La yükellifullahu nəfsən illə vusaha. Allah Taala heç bir insanın bazarından artıq yükləmir. Biz kim yükləyək? Diqqət elədim. Deməli, hədisin davamına sözdən söz çıxır. İmam Baqir əleyhissalam buyurur, deyir, hər kəs elm öyrənə ki, alimlərə özünü göstərə, digər alimlərə. Və ya səfəh insanlarla, yersiz insanlarla elə sənəyə verə. Lazımi yerdə görürsən, yəni o elmini izhar eləməz, amma lazım olmayan yerlərdə başlayıb ki, məsələn, yenəməyə mollallıq eləməyə. Diqqət edirsən, bunu demək istəyir. Ya da ki, elm öyrənir ki, özünü cəmaatın diqqətində saxlayır, gündəmdə. Show biznesdən fərqi nədir? Yox, hacı, show biznesdən fərqi nədir? Show biznesdə o mundar hərəkətlər edirlər. Biri ondan ayrıldı, o bundan ayrıldı. Arada heç bilmirsən də kimin əli kimin cibindədir. Eynən, yəni bəzən insan ki, olar ki, həmin o... Bəli də bu sözdür. Kimin əli kimin cibindədir, bəlli deyil. Çox mundar vaxtdır. Çox belə salavat deyildir Peyğəmbərə. Bir insan da elm öyrənir ki, həmin o show biznesə oxşar özünü gündəmdə saxlasın. Yəni, özünü cəmaatın gözünə soxsun. Diqqət elədim. İmam Baqir əleyhissalam deyir, hər kəs elmi öyrənir bu şeylər üçün. Bütün bunlar da dünyadır da. Başqa şeydir. Öyrənir əgər bunun üçün deyir, yerin, oturacağı deyir, atəş üçün deyir, öz deyir, yerini atəşdə deyir, hazır deyir. Onun oturacağı yer atəş deyir, cəhənnəm. Və həqiqətən deyir, riyasət və rəhbərlik hədisin davamıdır. Cəmaatın deyir, özünü gündəmdə saxlayır, cəmaatı, yəni cəmaatın gözünə istəyir, özünü salır həmin elmlə nəylə. Deyir, bu özü bir növ riyasət daxil və İmam Baqir əleyhissalam hədisin davamında deyir ki, riyasət ancaq onsuz da əhlinə çatır. Diqqət elə bu sözə. Bir çox sözlər adam eləyə bilmir, şərh eləyir. Baxırsan. O bir dənə bu sözün üstündə sən canı təfəkkür elə. Gör nə deyir? Mən yoxda İmam Baqir əleyhissalam deyir ki, həqiqətən riyasət onsuz da həmişə öz əhlinə çatır. Hər bir sahədə. Ha, burada indi insan bir dənə pırlaqqa atsın, bazar düzətsin, ha? Bu nə vaxtsa tutaracaq. Yəni, bu riyasət onsuz da məcazi bir dənə riyasətdir. İnsan bunun dalınca düşsə, onsuz da nə vaxtsa uzacaq. Ya 1 il sonra, ya 5 il sonra. İnanırsan, nə qədər bunun misalı var. Az yaşında hələ, yəni mən 5-6 dənə misal sənə çəkərəm. Kəlmələr. Bizdə ustad deyirdi ki, vaxt var idi, cəmaat fikirləşirdi, nə deyim? İndi cəmaat fikirləşir, nə deməyim? Salvat deyim. Deməli, hər kəs ki, iddia edir və hədəfi budur ki, cəmaata mən ağalıq eləməliyəm. Söhbətimiz də dindarlardandır, ruhanilikdəndir. Məxsusən, yəni, məxsusən. Müsəlmanda da ola bilər, hər bir iddialar ola. Məsələn, yola çıxır, deyək ki, gedirsən bir səfərə 5 dənə mömin, hərəsi bir-birini, hamı dost idi şəhərdə. İndi, məsələn, müstəhəb daxı yolda deyil, bir dənə özün rəhbər təyin edir. Məsələn, o gözləyir ki, buna desinlər, o gözləyir, buna desinlər.
Ona təyin edəndə o məsələn başlayır ki, bunun ayağının altını qazmağa yolda qoyub gör. Bir dənə mən sual verərəm filan yerdə qoy məsələn o qalsın görüm necə çıxacaq onun içindən. Yəni istəyir artıq insanların o içindəki o riyasət tələbi orada çıxır da üzərində. O ustad danışır, deyir elə Roza məclisində hamı usta birinin yanında oturur, ağlayır. Diqqət edirsən? Yəni insan həzərdə olanda, bu vətəndə olanda müəyyən o riyasət pərəstliyi varsa da bunun bu üzə çıxmır. Müəyyən o şərait yarandısa o bəlli olur insan öz içində bu şey bunda var yoxsa yox. Riyasət tələbliyi də nədir? Dünya tanıdır. Bəhsimiz nədir? Dünya pərəstliyi. Və riyasət tələb eləmək, dünya pərəstlikdən olan o riyasət tələbliyi ki, deyir, riyasət tələb eləmək, rəhbəriyyət iddiasında olmaq, rəislik iddiasında, ağalıq iddiasında olmaq, feodal yerində özünü təsəvvür eləmək, bunun haram tərəfi var, bir də halal tərəfi. Görsən, necə olar halal tərəfi? Həzrət Süleyman Əleyhisselamın qəziyyəti yenə burada gəlir meydana. Həzrət Süleyman Əleyhisselam bilavasitə belə deyildi, bizim gözümüzlə baxır, o deyər ki, bu dünyanı istədi ki, dünyadakı ağalığı istədi ki, elə bir dənə mənə deyir, iqtidar verir ki, heç kəsin iqtidarı ona çatmasın. Diqqət edəlim, dünyanın hamısını da yəni. Riyasət tələbi burada hədəf nə idi, burada niyyət nə idi? Yenə deyir, niyyət və əməllər bir yerdə gələk ki, o baxıla, hansı əsr. Həzrət Süleyman əleyhissalam və digər belə deyək, ümumiyyətlə, ilahi şəxsiyyətlərdə o riyasət tələbliyi ki var idi, riyasətin dalınca düşmürdülər. Allaha bəndəliyin dalınca düşürdülər, riyasətdən bəzən o yol keçirdi. Hələkofanın sarayında Xacə Nəsir Tusi. Ağa Ruhullahın kəlməsi idi, səhv eləmirəmsə, alimlərdən bir. Nəsirəddin Tusi deyir, Monqol xanlarının deyir, sarayına, Hələkofanın deyir, sarayına daxil olmadı ki, özü saray mollası olsun. Bəlkə saraydakıları molla eləmək istər. Gətirədir söhbət. Şah Abbasın dönəmində, deməli, Şah Abbas alimlərdən birinin hüzuruna gəlir, çox zahid belə bir şəxs idi və adı məşhur müştəhidlərdən imiş həmin dövrdə. Gəlir onun, deməli, seyyid də olmuş. Hüzurunda oturur və bir dənə çöyə ilə qatıq yiyirlər, məsələ bu cür. Şahla, Şah Abbasdır. Şah Abbas orada bir dənə söz işlədir. Deyir ki, adını genə həmin alimin çəkin. Deyir ki, filan alim hara, sən hara. Filan alim, məsələn, saraydadır, doğrudan da elə iş sənin işində elə. Sən düzsən, o yəni səhvdir. Həmin alim orada tez onun ağzından durur, şahın ağzından durmaq. Elə belə sözdür. Deyir ki, o alim deyir, ora başqa vəzifə üçün gedir. Deyir, ona deyir, o lazımdır. O cür olmalıdır. O şahın ki, sarayına girib orada, ona o deyir, lazımdır. O lazım. Onun özünə yox, dinə orada o lazım. Odur ki, onun deyir məişəti, onun deyir yaşayışı bir cür başqa cür olmalıdır. Belə yox. Diqqət edirsiniz. Və dünya üçün riyasət pərəstlik eləmək, dünya ağalığına yetişməkdən ötürü insanın hədafi nə olursa, o ağalığa çatanda, dünya üzərində müəyyən ağalığa, rəisliyə çatanda, niyyəti nə idisə görürsən, həmin o əməlində də o fəsadlar oradan zühur edir. Əşəs ibn Qeys, deməli, İmam Əleyhisselamın dövründə, belə deyək, İmam Əleyhisselamın dövründə onun səhabəsi kimi özünü gözə soxmaq istəyirdi, amma səhabə döyürdü, yəni münafiq bir şəxs idi, Əşəs ibn Qeys. Və xəlifələrin dövründə vali təyin olunmuşdu Azərbaycana, Azərbaycanı talamışdı. Belə deyək, indi məsələn, indiklərin dediyi ilə ki, rüşvətlə, nə ilə, cəmaatı məsələn, incilməklə çox məşhurdur, talamışdıq elə. Əmr-As Əşəs ibn Qeysi öz tərəfinə çəkmək yolu həmin dünyaydı. Deyir ki, yadlar salgı ilə deyir, Əleyhisselam çox adil adamdır. O deyir, birazdan səndən soruşacaq Azərbaycanda sən cəmaat deyir, incilmişsən, cəmaatın malını talamışsan, hamısını səndən geri alacaq. Və keç biz tərəfə. Əşəs ibn Qeysi heynəmisi azdır. Diqqət edin. Deməli, insanın o, yenə deyirəm, çox sadə dillə də çalışırıq bəzi sözləri. Bir niyyətin hara mənzilin ora söhbəti. İnsanın niyyəti necədirsə, əməli də onu zühur elətdirir. Əməlindəki fəsad və ya kəmal o niyyətə bağlıdır. Salavat deyək.
Deməli, əgər insan dünya ağalığını, dünyada müəyyən rəisliyi, hansı bir mənsəb istəyirsə, amma məqsəd burada axirəti abad eləməkdirsə, yəni məzlumun əlindən tutmaq, məzlumun haqqını tələb eləmək, bu kimi işlərsə və ya zalimin cürətini və zülmünü azaltmaq olsa bəyənilən işdir və bəlkə də vacib kifayə olaraq bu dərsə aydındır. تلك الدار الآخرة نجعلها للذين لا يريدون علوا في الأرض ولا فسادا والعاقبة للمتقين. Quranda Allah Teala buyurur, bu axirət dünyasıdır, axirət evidir. Bu axirət evini o şəxslər üçün qərar vermişik ki, yer üzündə ucalıq, böyüklük, rəislik, ağalıq iddiasında olmasınlar və fəsad iddiasında olmasınlar bunlar. Haqsız yerə olan, dünya məhəbbətindən olan riyasəti deyir burada təbii ki. Və illa başqa ayda deyir ki, ulul əmrlə sizin nədir? Ulul əmrə deyir, itaat eləməlisiniz. Ulul əmrdən də məqsəd təbii ki, hər minbərdə oturan deyil, imamlardır. Minbər misaldır. İmam Sadiq Əleyhisselamın hədisidir buyurur. Çox deməli, insanı sirkələyən hədislərdəndir bu hədislər. Həzrət İmam Sadiq Əleyhisselam Musa Əleyhisselamdan, Musa Peyğəmbərdən nəql edir bu hədisi. Deyir, Musa Əleyhisselamın bir dənə dostu olmuş, alim olmuş o. Dostu, Peyğəmbərin, Musa Əleyhisselamın dostu, alim adam olubmuş, bilikli adam olubmuş. İstəyib gedə qohum əqrəbəsini ziyarət eləməyə. Nəyə? Vacib işlərdən də yox, silə-i rəhəm eləməyə. Musa Əleyhisselam ona müəyyən göstərişlər verir, deyir, diqqət elə ki, amma dünyaya meyil eləməyəsən. Dünya pərəstlik, dünyaya meyillilik səndə yaranmasın. O getgəllərlə. Bəzən insan, biz elə bilirik ki, məsələn, müəyyən dünya pərəstliyə meyil bu cürdür ki, qohum əqrəbə biraz varlıdırsa, gedərsən evinə, birdən gözün düşər o mal mülkə, sən də o fikirlərə düşərsən. Bu bir dənəsidir. Biri də budur ki, ora getdi, elə bu da günah məclisinə gedir. Qeybət məclisinə gedir. Əksinə, yəni, belə deyək, fəsad orada başalıq gedir. Yəni, sən onu önləyə bilmirsən onun qabağını və qabağını ala bilmirsən, heç özün də günaha batırsan. Olursan onların adamı da, olursan da onların öz rəngində, dünya adamlarının öz rəngində. Deyir, elə eləməlisən, belə şey olmasın. Həzrət Musa Aleyhisselam öz dostuna deyir, getdir ziyarət edə, amma deyir, elə dünyaya deyir, meyillənməyəsən. Bundan əvvəlki şərhi biraz özüm istədim, biraz qıraqdan edeyim, əxlaq ustadından işləyim. Yəni, hədisdəki kəlməsi budur. Həzrət Musa Aleyhisselam deyir ki, gedirsən get, amma deyir, dünyaya meyil eləməyəsən. Kəlməsi budur. Həmin bu şəxsin səfəri uzun çəkir. Müəyyən müddət artıq Həzrət Musa Aleyhisselamın yanına deyir, gəlmir. Musa Aleyhisselam cəmaatdan soruşur bunu. Cəmaat da tanımır, bilmir. Musa Aleyhisselam Cəbrail Aleyhisselama sual verir. Deyir ki, mənim belə bir dostum var. Harada deyir ki, qapıdadır, gözləyir. Amma deyir, meymun şəklində. Məsx olunur. Bilirsiniz də məsx var. Var, nəsx var, məsx. Nəsx, ayənin nəsx olunması, o başqa söhbətdir, ulim Quranda. Bir var, məsx olmaq. فَقُلْنَ لَهُمْ كُونُوا قِرَادَةً خَاسِئِينَ Bəqərə surəsində deyir ki, biz onlara deyir ki, zəlil, həqir meymunlara dönür. İnsanı döndürür heyvana Allah Teala. Yəni, əşrəf məxluq olduğu halda onun sübut elətdirir nazil varlığa. Bayaq nə dedik? Bütün aşağı varlıq həmişə özündən üstün varlığa xidmətçidir. Amazon çayındakı o piranya balığı ilə sən onsuz da ondan görmürsən, işin yoxdur. Amma o, bu planetə bir dənə xeyir verir ki, bu planet bizə xeyir verir. Flora, fauna söhbəti yoxdur. Bu heyvanat qismi var bu dünyanın. Bir də var nə? Bitki örtüyü. Onun, məsələn, su qaynaqları filan. Bunların hamısının
o cür olması, o cür həyatını davam eləməsi bağlıdır oradakı o canlılara. Görürsən, məsələn, dənizdə, məsələn, iki cür bir neçə növ akulalar var, köpək balıqları. Bir dənə akula var ki, şirin suda ancaq olur, o duzlu suda ola bilməz. Bəziləri də var, duzluda da şirində ola bilməz. Şirin sudakı tuzlu suya düşəndə bədəni parçalanır, ölür. Hansısa bir keyfiyyətlər var. Yəni, mən belə fikirləşim, mən burada oturum ki, ağacın mənə nə təsiri var ki, o ağacın bu məxluqat aləmində rolu var ki, buranın Marsa çöğürmür. Venera'da da çöğürmür. Buranın hava sistemi, hər bir şey yəni xidmət edir nəyə? Buradakılara da. Bu varlıq aləmində heyvanat örtü ot yiyəni, ət yiyən yedir. Ət yiyənin, məsələn, biz yiyə bilmirik, o ət yiyənlər həmin ot yiyənlərin içində dezinfeksiya aparır. Nədir görürsən, dik canavarda belə xasiyyət var. Sürüdə hansı xəstədir, birinci ondan yapışır, məhv edir. Diqqət edirsən, o bütün məxluqat aləmində, yəni bu sistem qoyulub, indi o məxluqat aləmində var cinlər, sonra mələklər, sonra insan. Cinlə mələklər insana xidmətçidir demişdir. Günahkarın da xatimidir ya. Mələk günahkar adamın xidmətindədir, bu qəribə sözdür ya. Sənin əməlləri ən azından yazır, ruzunu çatdırmağa müvəkkildir. Hələ günahkarın ki, indi gör müminin gecə namazına duruldu. Bir mümin var, deyirdi ki, bir müddətində onda elə olmuşdu ki, deyir, durğuzurdu məni bir nəfər. Əməl başım deyirdi ki, gecə namazdır, bilən kəs durayağı namazdır. Böyle əməldir. Sonra deyir, məsələn, quş səsi ilə eşidir. Qəribə görürsən ki, o zühur edir də bu xidmət. Cin özü xidmət edirmiş insanlara. Əslində, elədir, məxluqat arında əşrəf budur, insandır. İndi gəlginən ki, bir dənə insan, bu həddə bir dənə məxluq nə baş verir ki, Allah Teala onu həmin o mərtəbədən əslən xilqətini dəyişir. Məsx edir bunu. Bu balaca şey deyil. Hər adamı da məsx eləməyib o. Hər bir insan da məsx olunmayıb o. Hər bir qövmü də Allah Teala məsx eləməyib o. İndi gəl görə niyə məsx olunur həmin bu adam ki, Peyğəmbərin dostudur. Zarafat deyil, Peyğəmbər dostudur. Peyğəmbər bundan dostluq edir. Hədis belə İmam Sadiq Aleyhisselam hədisində deyir ki, Musa Aleyhisselamın dostuydu həmin adam. Deyir, Cəbrail deyir ki, həmin adam bir qapındadır, sənin deyir, çöldə qapıdadır, meymuna dönüb, meymundur, amma boynunda da zənciri zarıdır. Meymun. İndi gör, bundan da qəribəsi çıxırsa ortalığa. Munyətul Müriddədir bu hədis. Şəhid Saninin kitabıdır. Deyərsən, bəzən çünki insan hədis deyəndə deyir, hədisdə çox inanmaq olmaz. Yaxda saxla, bu cür hədislərdə təhrif ehtimalı çox zəifdir. Təhrif ehtimalı, bu da hədis elmindən bir nöqtə olsun. Hədisə baxışımız üçündür. O hədislər əsasən təhrif olunur ki, orada siyasi motivlər var, imamət hədisləri. Müəyyən etiqadi hədislər ki, cəbriliyi insanlara təlqin edir. Muaviyyə öz dövründə cəbri kəlam qolunu daha çox rövnəqləndirirdi. Ayşə gəldi, dedi ki, sən deyir, Yezidi niyə qoydun özündən sonra vəliyyət? Dedi ki, mən qoymadım, Allah elədi, deyir. Vallahi deyir, Allah deyir, alın yazısı nədir, oldu, mən eləmədim mən. Əşairə məzhəbinə rəvadana görə verirdi. Deyir, mən eləmədim o elə. Hələ xəlifələrdən biri də var, deyir, müharibədə görürlər, təpəyə dırmanır, soruşdular, niyə dırmanır? Deyir, Allah mənim alnıma yazıb ki, mən gələk qaçım, mən də qaçıram. Həzrəti Musa Aleyhisselama deyir ki, bu adam deyir, meymun olub. Cəbrail mələk deyir ki, bu adam meymuna dönüb. Musa Aleyhisselam çox deyir, narahat olur, durur namaza. Namaz qılır, başlayır Allah Taala'ya dua edir ki, ilahi, mənim bu yoldaşlarımızdan idi, bunu islah elə, bunu qaytar öz halına məsəl üçün. Allah Taala vəhiy edir Həzrəti Musa, deyir ki, Musa, boynun qırılana qədər dua edib, səcdə eləsən də onu deyir, mən deyir, sən deyir, bu dua deyir, mən qəbul eləmərəm. Çünki deyir, mən deyir, ona elm verdim, o amma meyl elədi dünyaya. Biz üçün deyirik ki, bu nədir ki? Bir dənə bu, nə günah da ola, fikirləşirik belə də yox, bir dənə günahdan da dünyaya meyl eləmək, bu nə iş yaxı? Balaca şeydə biri var, insan zina eləyən əvzü bilmək filan. Bir də var, bu dünya məhəbbəti axı nə olan şeydir? Bütün problemlərin başı elə axı odur. Hubbu dünya və asu kulli xatiyyə. Hər bir
xətaların, günahların deyir, başı nədir? O, bu dünyadır. Buranın bu hədisin etiqadi, bəzi kəlami tərəflərini istəmirəm bəhs edeyim ki, məsələn, suallar yəni ki, Peyğəmbər və bunu niyə dua elədi, bəs bilirsək əgər qəfildir. Həzrəti İbrahim əleyhissalamın həmin məsələsini oxş etdidir ki, Allah da ilahi mənə deyir, özü necə xəlq elədiklərini göstərir, necə deyib cəmaatı dirildəcəksən. Allah da deyir, məgər inanmırsan, deyir, niyə inanıram, istəyirəm, amma deyir, nədir, yəqin əsatan. Odur ki, yəni müəyyən o hədislərdən bu cür suallar ki, meydana gəlir, mən o sualların tək özünə girsəm, tamam siz də yorulacaqsınız, məqsədimizdən də qırağa düşəcəyik, ona görə bir dənə də salavat deyək. Hədisdən çıxan məsələ budur ki, hər qədər, nə qədər ki, insan dünyaya rəğbəti çox olur, dünya hərisi olur, nə qədər çox bunda dünyaya hərisliyi var, insaniyyətindən azalır. Nə yaxdan çıxartmışsa, buradan bu tərəfəni bir dənə əzbərlə. İnsan nə qədər həris olur dünyaya, dünya pərəst olur, dünya bunu məhv eləyir, dünya bunun qəlbini məhv eləyir, dünya pərəst həris olur dünyaya. Nə qədər deyir dünyaya hərisliyi çoxdur, bir o qədər insaniyyətindən azalır. Və əgər dünya məhəbbəti artıq bunun zati bir dənə sifəti oldu, yəni bunun artıq şəxsiyyəti bu cür formalaşdı. Biri var arada gəlir, gedir bir insanda. Biri var artıq, məsələn, ədalət sifəti bəzən insanda var, bəzən də olmur. Məsələn, filan yerdə ədaləti saxlayır, filan yerdə saxlanır. Filan yerdə deyək ki, məsələn, yaxşı hakimdir, filan yerdə, məsələn, üzlənirək hakimdir. Yox. Yalancı adamdır. Üzə duranları zadı, məsələn, cəmaatın qabağına çıxardır. Elə bir dənə adamdır. Ədalət sifəti gah var, gah yoxdur. Bu adamda hələ, yəni, demirlər buna, bu adil adamdır. İndi bir dənə sənə söz deyim, pişnamaz dayanmıram mən. Bu pişnamaz dayanmaq üçün şərtlərdən bir nədir? Ədalətdir əsas. Qiraət də söhbəti yox. Siz qiymət yox. Ədalət. Ədalət nədir? Günah eləməməlisən. Yəni, mən bir dəfə yaxşı olum, bir dəfə pis olum. İqtida edə bilərsən. Pis oldumsa, gərək islah olunduğum vaxtı sən yəqin olsun, ondan sonra iqtida edəyəsən. Yəni, biləsən ki, bu ədalət bunda ocu var, bu sifət bundadır. Gəlib gedmir. Deyir, insan nə qədər dünyaya hərisli, bir o qədər insaniyyətindən azalır bunu. Çox böyük nöqtələrə gəlir, çıxacaq buradan. Və nə qədər həmin o dünya hərisliyi bunun zati sifəti oldu artıq, bunun şəxsiyyəti o cür oldu, sabit oldu artıq bunda bu pis xasiyyət, onun deyir, bərzəx sifəti özü üçündür. Yəni, onun niyə üçündür, bilirsən? Bu bir dənə nöqtələrdən deyil, biz məsələn, çox kitab oxumuşuq zaxdan, indi hamımız bu minbərlərdə də işləmişik, filan kesin bərzəx sifətini filan, məsələn, arif gördür. Niyə görür o? Əslən, hikməti nədir Allah Taala niyə bərzəx sifətini başqa cür edir? Bu aləmdə allatmaq var, o aləmdə allatma yoxdur. Mümkün deyil orada allatmaq. Orada həqiqət deyil, həqiqət aləm. Orada əslən batil bir şey mümkün deyil. Burada insanın batilliyi üzə çıxırəmiş. Burada yəni eləyə bilir bəzən, gizlədə bəzən açır. O tərəfdə həmişə açıqdır qapı. O tərəfdə həmişə həqiqətdir, orada sən heç kəsə allada bilmirsən. Ona görə orada sirət dəyişir, insanın sifəti dəyişir. Onu artıq insan əlində döyükür, yox, mən burada da alladım. Burada allada bilərsən, orada allada bilmirsən. Diqqət edir. İnsanın deməli, insaniyyətindən nə qədər azalırsa dünya hərisliyi nəticəsində, zati bir dənə sifət olsa həmin bu dünya pərəstlik, onun insan surəti də həmin aləmdə dəyişir. Qardaşlar, mən burada söhbət irfandan söhbət eləmirəm. Başqa yerdə deməyim ki, sadiq irfandan danışım. Mən burada Quran ayələrini açmaq istəyirəm bu sözlərlə. Mənim hədəfim başqa irfan zat deyil. Nə sizin zərfiyyətiniz, nə də mənim zərfiyyətim, hələ o şeyləri yox. Amma ayələri anlamaq üçün müəyyən sözlər lazım deyiləm. İnsan, surəti insan olur, amma həqiqət aləmində görürsən ki, başqa bir şeydir. Quran ayəti təcəssüm əmal. Hədislərdə bizə gələn sözlər. İmam Əli əleyhissalamın hədisidir, buyurur, Fəssuratu suratu insan və qalbu heyvan. Bir surət insan surətidir. Və Nəhcül Bəlağadadır burada. Amma bərzəx sifəti, yəni qəlb sifəti deyil, heyvandır. Bu nə demək istəyir? Yəni,
elə bir şey yoxdur, məcazən də belə deyək, yalandan deyirəm bunu, başa düşəsən. İmam yalan danışar, nə olacaq? Həqiqət nədir, onu deyir. Sadəcə o həqiqət burada zühur eləməyib, orada zühur eləməyib. Diqqət edin, mən nə demək istədim? Bu çox zərif nöqtələrdir. İnsan hədisi görəndə, yəni bunu demək istəyib belə də, yəni həqiqətdə elə bir şey yoxdur, məsəlsin deyib bunu. Elə bir şey yoxdur. Məsələn deyib yəni. Bu özü yalan deməkdir. İmam yalan danışmır. Bizdən fərq, bizim misallarımız onların misalından fərq edir. Onlar həqiqətdən nədirsə onu deyir həqiqətən də. Kəlmə. Onu deyir ki, qəlbi deyir, heyvan qəlbidir. Və hər bir dənə sifət ki, günah ki var insanda, o günah nə qədər insanın zati sifəti oldu, onun o görünüşdə başqa cür dəyişir deyir. Bərzəxdə, Allahın hüzurunda. Əgər məsələn, cəmaatda batil inanclara, batil işlərə təqlidə öyrəşibsə, bir insan məsələn, görür ki, filan bir dənə müğənni, bir dənə yufqa giyindi, buradan da belə razvez yuxarıya can, deyir ki, bu dəbdir, bu elə yaxın, bunu bugün eləyər. Bundan sonra elə eləyər. Bu yay dəbdir. Təqliddə bu put şeylərdə təbliğ, haram şeylərdə təbliğ, dünyada təbliğ, təqlid deyirəm, təqlid. Cəmaatdan kopyalamaq pis şeyləri. İnsanın əgər xasiyyəti, xisləti bu olsa ki, bəzən görürsən ki, elə müəyyən məktəblər var, görürsən ki, belə şeyləri elə cəmaatın beyninə təbliğ edir özləridir ki, insanların təqlidə vadar eləsin. Bugün dəbdi filan rənglərdə geyinmək. Bir dəfə danışdıq, bir verilişlər görürsən, hazırlayırlar, məsələn, indi insanları fəzilət sifətləri ilə zinətləndirməkdən savayı görürsən ki, məsələn, başqa bir pis işləri təlqin edirlər insanlara. Güya ki, moda adı ilə, məsələn, moda filan, dəb, əla bir şeydir. Qızları tuturlar, cavan qızları deyirlər ki, gedin giyinin görək, hansız yaxşı giyinəcək, zövqünə giyinəcək. Gəlirlər, indi biri görürmüsən, filan, ağ giyinib, bir dənə kəmər, qara kəmər deyir, yox, qaranın yeri yoxdur. Sən səhvi başlayırlar, hətta orada təhqir edirlər bəzilərini. Yəni, sən düz eləmədin, sən gələk biz deyən kimi giyinəsən. İnsanlar ki, deyir, təqlid, pis şeylərə təqlid eləmək, bunun zati xasiyyəti olsa, deyir, bərzəx sifəti, deyir, meymun olur. Meymun. Bir insanda deyir, şəhvətpərəstlik, qarınqulluq deyir, bunun zati bir dənə sifəti olsa, artıq xislətidir. Çox belə görürsən, bəzi insanlar o qədər düşük adamdır, o qədər yəni mundar adamdır. Bir dənə yerə, o vaxt hələ biz məsələn, uşaq idim məktəb vaxtlarında məsələn, bir dəfə gedmişdik bir yerə, işimiz düşmüşdü, bir sənəd işimiz var idi, dedi ki, bir dənə yiyib içmək verirsənsə filan şeydir. Qardaşım, insan nə qədər, yəni meymun olar, nə qədər inək olar ki, yəni bu rüşvət olaraq insana yeməkdir, mənə biraz yemək verir. Görürsən, necə gülülür? Bir dənə yiyib içmək səndən, məsələn, o ən mundar sözlərdəndir də. Deyir, elə insanın, qarınqulu insanın, şəhvətpərəst insanın deyir, bərzəx sifəti inək olar. Mən elə belə demədim, inək olar, deyir, inək və donuz. İnək və donuz. Əgər deyir, insan deyir, yana deyir, çox meyillidirsə, eşək sifəti olar onda, uzun qulaq sifəti deyir, olar, bərzəx sifəti. Hamısı bunlar hədislərlə ələ gələn sözlərdir ki, məxsusən bu hissəsini Dəstəyeybin kitablarından istifadə eləmişəm, bu sözlər verir. Sonra indi deyəcəksin ki, sadiq deyirsən, cəmaatı təhqir eləmir, kimdən nə işin var? Bu günahın deyir, xasiyyəti budur. Mən demirəm, o deyir, ged onu döyür. Onsuz da şəhid ediblər ağanı. Ruhuna bir dənə salavat deyir, ağa Əgər bir insanın təkəbbürlü və özünü bəyənmə sifəti, günahı, bunun qəlbində deyir, çox yer eləsə, hakim olsa bu sifət bunda, deyir, o insan canavar sifətində, pələng sifətində olar. Buradan indi bildin nə danışır? İndi bax. Ağa deyir ki, bir insanda hamısından varsa, bir insanda həm təkəbbür var, həm ucub var, həm qarınqılıdır, elə çatana deyib, mənə bir dənə yiyib içmək izləyirsən. Nə bilim,
və təqlid edirlər lazım olmayan məktəblərdən, lazım olmayan, görürsən ki, qərb mədəniyyətlərindən təqlid edir. Soruşsan, məsələn, gəlirlər, soruşurlar, intervyu alırlar, deyir ki, iki eyni cinslərin, deyir, məsələn, evliyinə necə baxarsınız burada? Deyir, qərbdə varsa bizdə mütərəqqi dövlət olaraq lazımdır ki, bizdə də olsun. Vay atona, sən hardan bildin o tərəqqiymiş? Bu tərəqqinin etalonu nədir? Axı biz ora baxırıq, təqlid edirik onu. Bütün bu günahlar var. Deyir, hər sifətdən onda olar. İndi qəribəsi nədir? Deməli, bütün günahların öz sifəti var idi da o aləmdə. İnsanda hər günah var, hər mındar ilə nə var ilə bunun içindədir deyir. Deyir, bərzəx sifəti deyir, 100 dənə heyvanın sifətində olar həmin insan. Qəribəsi nədir? Qəribəsi budur. Qəribəsi odur ki, həmin adamı hamı tanıyacaq. Yəni, o adamın öz sifəti olmayacaq ha burada. Ora gedəndə, məsələn, görməyəcəksən, o adam filan, məsələn, yerin müdürüdür bu. Filan məktəbin direktorudur, məsələn. O şeylər, sifəti elə olmayacaq. Amma hər nə mındar sifət görəcək, biləcəksin ki, bu odur. Qəribə bir dənə Allah Taala tanıdacaq yəni hamını. Yavmə tuhləs saray. Sirlərin deyil, faş olacağı kimi. Qiyamətin adlarındandır da bu. Necə faş olacaq? Məgər bilir, qeybət eləyənin sifəti belə olar, nə bilim, başqa, məsələn, şəhvətpərəstin sifəti belə olar hədislərdə. Necə olur? Bax, elə olacaq, mən necə tanıyım? Əjdahaya baxacam, deyəcəm, mən bu, məsələn, Pirqulu deyil. Hardan biləcəm? O sifət onda olun, amma tanıyacam. Ona görə ki, insan əqli başqa bir dənə sferaya varid olacaq orada. Hədisdə var, deyir ki, cənnətdə deyir, bu qədər deyir, huri var, cəmaat bir möminlər birdən bir-birlərinin hurisinə baxar, deyir, orada o fikir əslən olmayacaq. Yəni, insanın zehni artıq bu mındar dünyadan daha yuxarı tərəqqi edib ki, elə fikirlər olmayacaq və o şeylər mümkün də olmayacaq əslən. İmam Zaman ağanın zühurunda əslən dəyişikliklərdən biri nədir? İnsanların əqli kamil olacaq. Necə olacaq? Necə ola bilər yer üzündə cənnət olur? Mədinə-tül Fazilə, Al-Farabinin dediyinə kitabı var. Mədinə-tül Fazilə, fəzilətlər şəhəri, fəzilətli şəhərinin yer üzündə cənnət bizəcək. Necə olur o? Hər bir sifətdən var, deyirəm, hamı tanıyacaq. Dünya məhəbbəti haqqında deməli, xülasə eləyək bəzi sözləri də. Dünya məhəbbəti demişdir ki, 3 qismdir. Biri var, ancaq dünya məhəbbəti bunun qəlbindədir. Bu da haramlığı aşkardır. Bunun haqqında çox danışılır. Biri var, daha güclüdür dünya məhəbbəti. Dünya məhəbbəti də var, axirət məhəbbəti də var. Amma dünya məhəbbəti axirəti üstələyib, axirətdən bir dənə söhbət gələn kimi qoyur qırağa axirətə, amma dünyadan gələn kimi hayf edin, mən orada işimi görürüm yəni. Bu da deyir, haramdır. Əgər deməli, çünki axirətə ziyandır. Bir də var ki, axirətə meyilliliyi dünyaya meyillikdən çoxdur. Bu deyir, məkruhdur. İndi bizə dinən ki, sən dəsturu dinən ki, haradan bilək, biz bu 3 dənə qismin hansından. Yəni, gərəkdən meyyər olur, biz bilək ki, bizdə görəsən. İnşallah ki, indi hamımız bu dəqiqə dünyaya baxışa meylimiz heç yoxdur. Super möminlərik, elit möminlərik. Amma ola bilər də sabaya bir gün bir dənə vəsvəsə olar. Allah eləməsin, düşərik bir dənə tələyə. Necə eləyə bilər ki, baxım ki, həm mənim qəlbimə filan bir dənə mərəz girib. Allah eləməsin. Deyir, Əgər deyir, belə insanda deyir, dünya məhəbbəti az və axirət məhəbbəti çox olan insanın sifəti budur. İstəyirsənsə qaydasını biləsən, deyir ki, dünyasına bir dənə ziyan dəyəndə bir damcı narahat olur. Bu, yəni təbiətən insan bizə həyat burada yaşayır. Nəsə bir dənə narahatçılıq, bir fikir eləyirsən ki, necə eləyim, filan problemi həll eləyim. Bu, bir əndazədə deyir, problemi yoxdur. Belə olur, amma deyir, axirətinə deyir, zərbə dəysə həmin adamın, deyir, az qalır gecələri yatmasın. Çox narahat olur, tövbə eləyir və tövbəsinin qəbul olunduğuna yəqin eləyənə qədər narahatdır. Hər dəfə o günahı elədiyi yadına düşür, axirətinə ziyan vurduğunu, yadına düşəndə bəlkə narahat olur. Fikir eləyir.
bu adam deyir, bax bu deyir, özü deyir nə deyir? Həmin o əlamətlərdəndir ki, insan deyir, axirət adamıdır. Dünyaya yenə deyirəm, meyillilik az da olsa deyir, məhruhdur. İndi deyək, məhruhdur, yəni heç nə olmaz da bundan sonra geçsin elə. Məhruhda, yəni haram böyük, bu qalsın sən. Bu məhruh olsa da insanlıqda tərəqqisinin, kəmalda tərəqqisinin qabağını alan birinə amindir. İnsanı tərəqqi eləməyə biraz elə bir ki, saxlayır. Bilsən necə bir şeydir? Bax, yolu keçəndə biri var, bir dənə məhdildir. Biri var, qabağa sədd çəkiblər, heç keçə bilmirsən, o heç. Biri də var ki, yolu gedirsən, təmiz qəşəng paltar giyinmirsən, bir dənə məhdil çıxıb oradan ilişirsən, ha. İlişdin, bir damcı saxladı da sən. Məhdil olmasa deməli, daha yaxşı olar. Təmizliyə. Odur ki, yəni tamam o meyilliliyi gərək çıxan insanın qəlbindən və bütün necə çıxardaq? Bismillah ilə namaz, oruc və bu şeylər. Namaz oruc onun üçün deyil ki, məsələn, məni işə götürsün filan bir dənə, müdür orada namaz qılandı, qoy bilsin ki, mən də namaz qılanım. Hansı məscidə gedirsiz, həcə? Filan, mən də elə ora gedirəm. Mən filan məscidə gedirdim, indi amma mən də ora gələrəm. Orada nədən danışıram? Mən əsasən məsələn filan şeyin meyliyəm. Yəni özümü tanıtdırdım. İşə götürdə mən nə olur? Ay qardaşım, bu şeyləri balaca şeyləri də keçək. Salavat deyilən Peyğəmbər. Allahümmə səllə əla Dediyim bu göstərişin əksi dünya pərəstlərdədir də bilirsiniz. Məsələn, insanın görürsən, axirətinə bir ziyan gələndə heç elə vecinə də deyil. Amma dünyasına ki, bir dənə xətər yetirsin, görürsən ki, dərd edir olmayan kimi. Dərd edir olmayan kimi dərd edir. Məsələn, az qalır da bütün, indi bir damcıda bəlkə namaz qılır, yoxsa qılmır, elə o həmin o məsələləri ki, o qədər baş qoşur, artıq namazlar da qəzaya verir. Diqqət edirsən, o dünya məsələsindən, bir dənə dünyadan zərbə dəyəndə insan. Deməli, dünyaya meyl eləmək özü başqa, yəni məhruhluğun da düdüyü, məsələn, insanı kəmaldan saxlayacaq amillərdən deyil, bu hissəni də biz keçsək, tərəqqi eləsək buradan da daha yaxşıdır. Amma məhəbbət ki var, ümumiyyətlə dünyanın özünə bir dənə başqa bir dənə məhəbbət də var. Bu artıq fərqli bir kontekstdən yanlışır o məhəbbət məsələsinə. Dünya pərəstlik bir şeydir, dünyaya bağlılıq özü bir şeydir. Bir də var, dünyanı sevmək. Necə sevəcək dünya? Çünki Allah Taala'nın məxluqudur. Allah Taala'nın feili, onun zatı, sifəti, öz zatından da yox, Allah Taala'nın işi xəlq elədiyi. Xilqət Allahın feilidir. Xəlq elədiyini sevməz də. Hər nə xəlq edib, özü də gözəl xəlq edib. Sən kimsən ki, dünyanı sevməyəsən? Bir dənə elə ağacı xəlq edib ki, o ağaca ilə baxsandan valih olur, 500 il yaş yürək olur. Sulayanı da yoxdur, amma yerdən özü necə bu qidalanırsa qalıb məsələn. Heyvanat bir dənə heyvanatlara baxsan görsən, növbə-növ müxtəlif görsən, xilqətlər var. Niagara şəlaləsində oturub, bax, ibadət deyir. Təfəkkür edirsən insan Allah Taala'nın qüdrətində. Bütün səhralara bax, dağa, bostanı, hədisdə var, dənizə baxmaq ibadətdir. Peyğəmbər sallallahu aleyhi və səlləmin xasiyyətlərindən biri nə idi? Hələ Peyğəmbəri yetişmədən öncə ulduzlara çox baxardı. Bir yerdə elə gəlib yazır. Ulduzlara, kainata çox baxırdı. İbrahim əleyhissalam özü deyir, Allah mənə deyir, göstər. Deyir, göstər. İbrahim əleyhissalam. Sənurihim əyətinə fil afaqı və lənfəs Quran deyir ki, ona deyir, üfüqlərdə və öz deyir nəfsində, yəni insanın öz nəfsində, yəni üfüqlərdə mələkutu deyir, göstərdir, yerin göyün mələkatını. Xilqət aləmini göstərdir. Allah Taala'nın neçə yerdə tövsiyə deyilir ki, siru fil ard. Yerində deyir, gəzin. Fanduru keyfə kana aqibətul mükəzzibin deyir. Görün, amma deyir, belə gəzməyim ki, mən turistlik vizası aldım, 5 gün orada qalım, keyf eləyim diskobarda. Yox, o deyil. Deyir, gəzin, mən də, yəni Allah olaraq o da elə istəyir gəzin. Amma deyir, baxın, görün, yalancıların aqibəti necə oldu. Firon yoxdur, illərlə belə deyə, əsrlərlə hökumət edən Firon, indi yoxdur, amma onun ehramları qalıb. Bu özü də təfəkkür deyil.
Bir var gelsən Xeops dağının qabağında, piramidin qabağında selfie çəkirsən, heç bir təfəkkür yox. O selfie elə bu dünyada qalacaqsan, öləcəksən, deyəcəklər, rəhmətli yaxşı selfie çəkir. Amma insan gedən nəsə aid edir özə bir səfərdə. Allah təala Quranda deyir, gəzin. Amma görün, fənzuru keyfi, kan aqibəti. Baxın, gün əvvəldə selfie çəkəndən yenə aqibəti nə oldu? Dünyanı deyir, sevmək deməli, bəli, Allah talanın feilidir deyə, işidir deyə sevəcəksən. Ona bel bağlamaq söhbəti deyil bu sevgi. Becahan, bir dənə yaxşı şeir var, onun heyifdir. Becahan xurra məzanəm ki, cihan xurra məzuz. Aşıqəm bər həmi aləm ki, həmi aləm əzuz. Deyir, xürrəm olan bu cahana, mən deyir, nə deyir? Mən də xürrəməm, mən də şadam. Aşiqəm bər həmi aləm. Bütün deyir aləmlərə də mən aşiqəm. Ki, həmi aləm əzuz. Çünki bütün aləmlərlə ondan. Çünki ondandır sevirəm yəni. Ahirətə məhəbbətin nişanələrindən biri də budur ki, insan ilahi feillərə, ilahi şəxsiyyətlərə də gərək məhəbbəti olsun. Bir insan əgər ilahi şəxsiyyətlərə və ya bir şəxsdə kamal sifəti var, o kamal sifətini bəyənmirsə, deməli, özünün kamalının işi yox. Özünün, deməli, mənfi tərəfə, tüğyana, pis tərəflərə, məsələn, ədalətə meyli sevgisi yoxsa, deməli, zülmə sevgisi var. Əliyə məhəbbəti yoxdursa, deməli, Hitlerə bunun məhəbbəti olacaq. Necə ola bilər? Yəni, ən azından bir dənə ona görə var ağıllı ateist, var axmaq ateist. Bu sözlər var, səfih ateist var. Quranın təbirindən deyil. O, İbrahim Əleyhisselamın dinindən üz döndərən insandan daha səfihi kim ola bilər? Səfih kəlməsidir ki, Allah-ı Quranlı. Var adamdır da, bu ateistdir. Amma bilir ki, Peyğəmbər kamil insandır bizdə. Peyğəmbər demir ona. Deyir, yaxşı insan idi o, düz insan idi. Belə-belə nailiyyətlər var. Peyğəmbər kimi qəbul eləməsən də, yəni bilirsən ki, kamil, yaxşı, pis adam döyürdü o. Pis adam döyürdü. Bir də var, bir dənə nə var, İslam gətirir deyə karikaturasında çəkirlər, nə bilim, müəyyən görürsən ki, təhqirlər deyil. Bu artıq həmin insanın insaniyyətdə tənəzzülləməsinə göstərən bir dənə amillərdəndir. İnsanın cənnətə məhəbbəti bəzən dünyadan olur, bəzən ahirətdən. Cənnətə yeyir. Deyilən, çox dərinə girbinəm. Cənnətə məhəbbət. Necə olar insan cənnətə məhəbbəti olur, amma o məhəbbət dünyanın rəngində olur. Dünya məhəbbəti kimi olur. Çünki orada huri var, yəni şəhvət. Çünki orada armud deyir, elə özü bir uzanacaq, deyir, rahat olacaq da yəni. Yəni dünyaya, yəni cənnətə rəğbəti var o şəhvət tərəfinə görə. Yəni buna demirlər, bu məsələn küfr elədi ya, bu məhəbbətə küfr zat demirlər. Amma insanın naqis düşüncə tərzidir. Cənnəti sevərlər çünki orada Allahın dostları var, Əli oradadır. Həzrəti Zəhra sallallahu aleyhi oradadır, Həzrəti Süleyman aleyhissalam oradadır. Orada eləyə biləcəksən, bəzi mənbələrdə, bəzi alimlər də bunu bu cür izah edir. Orada da hətta insan kamalda tərəqqi eləyə biləcək, hələ daha dayanmayacaq. İnsan tərəqqi eləyəcək orada da. Yəni, elmi öyrənəcəksən, nəsə bir şeylər olacaq. İndi biri var, sən burada oturmuşsan, Çarəzizlidə Sadiqə qulaqassan, da indi belə gətirib durur. Bir var, Əli Leysan özü sağlı söhbət ediyor. Orada huriyə başlayacaq. Yəni, mən gedim bir dənə mən huriyə dəyin gəlim, ya armuddan yiyim, biraz meydim. Əslən bir təfəkkür. Biz indi burada çünki dünyəvi təfəkkür, naqis, mındar təfəkkür var deyən bir insanın zeynində. O cürdə düşünür ahirət üçün. Amma orada artıq insanın əqli islah olur da. Görsən ki, bu sferadan artıq yuxarı qalxır. Yəni, həddi buluq olur da insan. İlahi sənəmə və izzət cavabı Allah, Kərbəlan müsibətinin hər biri anına xafir. İslam dinini sən necə nazir eləmisənsə, o cür başa düşüb, o cür əməl edib, o cür təbliğ eləməyi bizlərə nəsib elə. İmamın zühurunu tezləşdir, biz ağamın zühurunu tezləşdirənlərdən qərardır. Ölüm anı çətin anlardır, ölüm anında bizi haqdan batilə qayıtmadan öldür. Sirlərin faş olacağı gündə, həsrət günündə ki, qiyamətin adlarından da ilahi həmin günlərdə bizi
həsrətlərdən uzaq elə və bizim eyblərimizi ört. İlahi, xanım Zəhra sallallahu aleyhanın pak-mütəhhər ruhuna və onun sənə olan məhəbbətinə xatir elm və təqvada bizləri müvəffəq elə. Bütün dünya müsəlmanlarının, İslam və müsəlmanların hər bir sadə tərəqqisi üçün çalışan bütün müsəlmanları müvəffəq elə. Bütün problemləri məxsus nəzərdə olan müminlərin, müsəlmanların və ümumiyyətlə dünyanın nə qədər ki problemləri var, onların da ilahi İmam Zaman Əli ilə, bizim özəlimizlə islahını müqəddərlə bizə. İlahi, sənə andır İzzət Cəlallı, Allahlığı, Kərbəla müsibətinin hər bir anına xatir. Namaz, ibadət, bütün bu həyatımızı ki yaşayırıq, hansı hədəfə görə yaşayırıq, bu hədəfdən bizi qafil eləmə. Və sallallahu alə Muhammed və ahiyyət-i